Bilinecek. Her şey bilinecek. Sen kudurmuşluğa bak, şehrin ortasında adam gülləliyirlər. Sen nereden haber tuttun? Mən bilmirdim. Qızlar videonu görüblər, göndəriblər mənə. Sənə də nə qədər zəng eləyirəm, cavab vermirsən. Gelip ne yiyecektim ki ya? Haradaydın? Deyirəm axı qızlarla idim, başqa harda olacam? Sen bir şey öğrenebildin? Cahangir'e de zəng elədim, o da işini bilmir. Bilmez de. Bilmez hardan bilsin. Başkalarının arvatlarının dalınca düşəndə axır belə olur. Bəsdir də mama. Ne bəsdir? Tanımırsan atanı. Axı onun orada ne işi var idi? Dediler de sana. Mən her şeyi çok güzel bilirəm. Heç kəsi təmizə çıxartmaq lazım değil. Ben gedirəm xəstəxanaya. Heç yere getmirsən. İndi birazdan biz de gedəcəyik, xəbər eləyəcəklər. Evdən də bir iki şey götüreceğim, bir yerde gedərik. Böyle narahatam. Dedim getmirsən. Əsəbi vaxtımda məni özümdən çıxartma. Siz necə oldunuz? Yaxşıyam doktor, mən yaxşıyam. Bəlkə sizi müayinə edək? Yo, doğrudan yaxşıyam. Müəllim necədir? Yaxşıdır, hal-hazırda vəziyyəti kafidir, palataya keçirəcək. Sizin ifadənizi aldılar. Aldılar mən. Gedin dincəlin istəyirsiniz. Yoldaşlar əlaqə nömrəsi saxlayıb, biz əlaqə saxlayarıq. Ya, mən hər ehtimala qalım burada. Narahat olmayın, mühafizəsi buradadır. Gedə bilərsiniz, dincələ bilərsiniz. Çox sağ olun. Sağ olun. Danış da, bəs nə oldu? Polis çağırıb eləmədin? Yox, an polis haradan tapardı. Başqa çıxış yolum yox idi. Başdan ayağa beladırlar da. Birdən sənə nəsə olsaydı? Nə olacaq mənim? İndi yanında kimsə var? Hə, polislər yanındaydı. Bəs öz gördü səni? Gözü açıq idi. Amma bilmədim, şu üstündədir, yoxsa yox. Bəli, mən bura nəyə gətirtmişsiniz? Narahat olma, narahat olma. Söhbətimiz var. Danışmalıyıq. Danışaq da, siz bilirsiniz mən burada görsənməyim nə qədər təhlükəlidir. Cahangir, sən narahat olma. Uşaqlar işlərini yaxşı bilirlər. Ayşi, mən gördüm onların işləməyin. Usta müəllim, nə deyəcəksən de, burax çıxım gedim. Xahiş edim. Cahangir, sən öz işini gör, başqa işlərə qarışma. Bir də bilsən sənə nə demək istəyirəm. Bax, o tender-mender söhbəti var ha. Nə polisdə, nə başqa yerdə. Bu barədə bir kəlmə də olsun söhbət eləmə. Bax, mən dedim, xəbərdarlıq elədim. Əgər bu barədə bilsələr, bizim hamımız yanarıq. Buna görə çağırmışsınız məni bura. Buna görə gətirtmişsiniz bura. Ay Rüstəm müəllim, mən uşağa. Gel. Sen narahat olma. Öz adamımızdı. De görüm necə oldu. Valla mən bilmirəm nətər deyim. Alındıramadıq. Nətər yana alınmadı. Üstünə işini həll eləməyə içəri girəndə kimsə girib içəri
Savaşıblar, o da güclə canını qurtarıb qaçıb. Gel. Nətər adamsınız siz? Aç, sen ne danışırsın? Sen başa düşürsen ne danışırsan? Necə yan alınmadı? Ne adam, ne plan kez? Ben sana iş tapşırmışam iş. Onu təll eləməliydi. Yalnız pul almaq bacarırsınız. Yaxşı alımsan lap yaxşı eləmişsin. Axı bunu həll eləmək lazımdır. Alınmadı. Heç bir işi axıra çatdıra bilmirsiniz. Neyse. Neyse bir şey fikirleşmek lazımdır. Elə belə boyumaq olmaz bu işi. Atalar üçten deyib. Yaxşı? Hayır Üstəməlim, bəlkə o atalar 3'dən artıq saya bilməyib, ona görə 3'dən deyib. Amma mən sizə deyirəm, mən heç nə eləyən deyirəm, bu bir. İkincisi də, sənə də məsləhət görürəm. Bu menderin başını bırax, Bəbir elə belə adam deyil. Məhv eləyərsən bizi, özünü də bizi də. Yazığın yazın. Cahangir, mən sənə dedim ki, başını başqa işlərə soxma, öz işini gör. Başımı elə sən deyən işə soxuram da, hə? Başqa işim var mənim. Mən dedim, mən heç nə eləyən deyiləm. Gedə bilərəmmi? Doktor, vəziyyəti necədir? İndi hal-hazırda yaxşıdır vəziyyəti. Necə olub hadisə? Reanimasiyada olub. Sizin qohum gələndə onlar qaçıb gediblər. Mən başa düşə bilmirəm, bu boyda xəstəxana, hər yerdə mühafizə xidməti, kameralar. Necə olur ki, heç kəs heç nə görmür? Onu polis özü araşdıracaqlar, narahat olun. Mən onu görə bilərəm. Hal-hazırda yox. Çox xahiş edirəm, doktor, çox. 5 dəqiqəlik olar. Sağ olun. Gəl. Necəsən? Yaxşıyam, şükür. Bir gündə səni 2 dəfə öldürmək istədilər. Amma şükür, heç nə olmadı. Mənim əlimdən qutara bilməyəcəksən. Onun yanında neyinirdin? Əzrail getdi, xəbər gəldi. Getmişdim, üzr istəyim ondan. Könül qılmaq yaxşı şey deyil, xəbər. O qızın əri olmasaydı, indi biz səndən morgda görüşəcəkdik. Bilirəm, xəbərim var. Seyran hardadır? Uşaq dünəndən özünə gələ bilmir. Buradadır. Çağır da, çağır onu gəlsin. Çağıracağım, amma qısa, yaxşı. Yaxşı. Həkim icazə vermir. Yaxşı. Gələcəm yenə. Necədir? Səni soruşur. Get. Necəsən? Yaxşıyam. Biraz ağrılarım var. Vəssalam. Kim eləyərək bunu?
Özü də 2 dəfə. Kimdisə işini tamamlamaq istəyib. Ama tapacağım, narahat olma. Şübhələndiyin kimsə var? Bir iki nəfər var. Kimlərdir? Hay Allah. Neyləyəcəksən? Öldürəcəksən onları. Özüm həll eləyəcəm, narahat olma. Bu vəziyyətdə? Seyran, bəbir yaralı olanda ondan qorxmaq lazımdır. Sən də sağ ol. Sonra baxıb görərik, nə edirik. Sağalacam. Sağalacam, mütləq sağalacam. Canınızı mənim əlimdən elə belə qutara bilməzsiniz. Narahat oldum sənə görə. Yaxşı ki gəldin Seyran. Eşitdim, Qədir xilas edib səni. Qədir əhd eləyib ki, bizim ailənin mələyi olsun. Qədiri çağıra bilərsən Seyran. Heç olmasa bir çox sağ ol deyim ona. Yaxşı. Nətər yanım onlar gecikir? Elə şey olar. Biz belə işləmirik, qardaş. Yox, qardaş oğlu. Qulaq asla bir dəqiqə səbirli ol da. Gecikir. İşləməyək də, biz başqa şirkətlə işləyək. Bəbir müəllim, başa düşdüm də, Bəbir müəllim tapşırıb. İndi Bəbir müəllim yoxdur, neyniyək? Ay kişi, qulaq asma. Bəbir müəllim burada olmayanda onun işlərini mən görürəm. Bu dəfəlik keçək. Bu dəfəlik keçək. Bax, deyirəm, heç Bəbir müəllim olsaydı bəlkə də özü razılaşmaz da, keçməzdi ya. Bax, mənəm keçirəm. Bu dəfəlik keçək. Amma bir də belə məsuliyyətsizlik olmasın. Xahiş edirəm. Oldu, qardaş. Oldu. Hərə ilə öz dilində. Ana aramaya bak sen. Şefin olsun Aybe abi. Şerilenirsin. Ofis belolarda yoksa. Bizim kimi seher axıra, akşamın axıra. Gelmişəm otağına, oyadam səni, ay bəbir, oyadam səni. Oyan ay bəbir, oyan. Cəmaat işçisinə dəyər verir, qiymət verir. Sapırsan bizi. Sen o kresloda elə bil Ferrari'de oturmuşsun. Ona göre Bəbir burada oturur. Genəlir, qaz qatağı buyurur bize. Gel.
Bəbir. Gəl otur görüm nə dərdim. Nə gizləyirsən ay Cahangir? Stres atıram da öz aləmimdə. Yaxşı olacaq. Bax sənin, ha. Bəbir mənim salam əleykum. Hay, salam Soltan, gəl görüm nə dərdim. Bəbir var burada, nə gizləyirsən? Sözümü deyil. Nə ayırım, gəldim gördüm oturmuşsan onun yerində də. Sənət var idi, onu gətirdim. Gözüm atır elə Bəbirin yerində. Ayağın ilişdi, yıxıldın kresloya. Deyirəm, sənət var idi, onu qoyum. Nə istəyirsən, sən niyə gedib işinlə məşğul olmursan? Mənim kimi işi ilə məşğul olan var burada. Yox. O sənə lazımdır. Çıx, gedək danışarıq orada. Gəl, mən burada ürəyim sıxılır. Gedək. Gəl. Ürəyim sıxılana oxşamırdın, amma ev yox, gedək. Nəyə gülürsən, Gəl. Bəbirdən pis oğlanam həmən. Salam. Xəbəriniz var. Nədən? Bəbir mənimə vurublar. Hə, bilirik. Bilirsiniz? Onda niyə evdə oturmuşsunuz? Gedin bir baş çəkin. Görün necədir, nə olub? Nə həman arxayın adamlarsınız, Qədir, o kişi sənə nə qədər yaxşılıq eləyib, O da sən çox sağ olun. Ana, vurulanda oradaydım. Qədir də sonra gəldi. Sən heç nə olmayıb ki? Yox, narahat olma, yaxşıyam mən. Sən onun yanında nə edirdin? Necə olub, harda olub? Mən Kamanın emalatxanasındaydım, o da ora gəlmişdi. Çıxanda da vurdular. Kim vurdu? Bilinmir. Bəs sən haradaydın, Qədir? Mən işdəydim, Rəfiqə xanım. Xəbərim olmayıb, sonradan eşitmişəm. Olmaz da. Ana. Ayıs olmaz. Bax, gör, yaxşıdır. Hə, yaxşıdır. Ay bacı, bir başını qaldır, bax, gör, yaxşıdır saçın. Hə də, baxdım, yaxşıdır. Nə olub? Nə olub? Niyə gərginsən? Dalaşmışam evdəki ilə. Oy, niyə dalaşmısan? Yazıq dünyanın ən sakit, fağır adamıdır. Baxıram internetə, cəmaatın əri arvadını gündə bir yerə aparır, hər şey alır. Mən də bir şey deyən kimi dava salır evdə. Ay bacı, hər kəsin öz ruzusu var. Sənlə onlar birdir, bəyəm. Sən bilsən, mən burada nə qədər adam yola salıram? Sən elə bilirsən ki, o Instagramda, Facebookda, sosial şəbəkələrdə paylaşdığı həyatı yaşayır onlar. Elə şey yoxdur, boş-boş şeylərdir onlar hamısı. İnanma. Nə bilim, vallah, bəlkə də düz deyirsən. Əlbəttə düz deyirəm. Yazığın günündə qarı eləmsən, get barış onunla. Nə olub? Ay qız, nətər vurdular, boy. Gör nə gündə düşürəm, mən. Nə olub, mənə gör kimi qızım, telefon belə çəkir. Kişi düşdü. Gəldin. Gəldim. Bilirsən o,
Nə olub? Bəbiri öldürmək istəyiblər xəstəxanada. Nə danışırsan? Özüm ölüm. İstəyiblər bunları öldürsünlər. Qədir yoxdur, tanıyırsan da. O girib qanın arasına, orada olub girib bunun qanın arasına. Allah saxlayıb, görürsən. Şükür. Şükür içində olasan. Baxma da, hardan baxsan qovamındır. Yaxşı. Ona görə demirəm, qovumdur. Yəni burada yaşayırıq, 5-10 manat pul qazanırıq. Deyirəm, ay bekar, kaş sən orada olaydın, evdən zatdan alıb verərdi bizə. Fikir ver, sən Allah. Həm də daha diliksə olardı, yanında qışqırmaz düzdür. Bax, orasını düz deyirsən, amma məndə yox da o bəxt. Amma sən gəl Qədirin bəxtinə bax. Narahat olma, elə Bəbirdə də var o bəxtdən. Nədir belə? Bu başım qarışdı. Sənə deyəmədim. Sənə iPhone sifariş vermişdim, onu gətiriblər. Buyurun. Nə? iPhone? Orada telefon almışam da sənə. Buyur. Mən? Ben. Burada nə oldu? iPhone. Başım gicələndi. Mənə iPhone almısan? Yox, gətirmişəm ki, baxasan, gözün qurdu, ölsün, aparım qaytarım. Hətta sən almışam da götür dayı. Bekar. Ay canım. Mənə iPhone almısan? Yaxşı da bir dəfə də soruş. Hadi sən almışam da. Ay Bekar. Neçə almışsan bunu? Bunlar baha deyil. Sən nə şoqab neçə almışam, nə tər almışam, nə cür almışam. Alırsan vay, almırsan vay. Aç işlətdə incitmədən məni. Yaşlı dayı, almışsan. Ay. Qoyacaqsın. Bekar, bütün o sosial şəbəkələrdən onları hamısını yazmısan içinə. Mən belə. Nə var, nə yox, hamısını yüklətdirmişəm bunun içindədir. Bəs Instagramda nə, onu da yazmışsan. Instagramda nə işin var sənin? Videolara baxıram da, bahalı videolara. Olmaz. Bunlar harada baxıram? Burada var da. Özdə deyəcəm sənə, deyə bunu. Bəcəm istəyirsən. Otur bax. Bekar. Şubaya bax, şubaya. İndi mən yetim bunu indi aldım da. Gələn maçda şubalarıq, tələsmə. Səbir ol, biraz səbir ol. Ona bax. Kitabı ara qoymuşsun. Oradadır da, orada. Harda orada? Orada. Lətifə, səni deməmişəm, onu ortalığa qoyma. Gəlib görəcəklər. Bax, sənə tapşırmışam. Onu bir nəfər görsə, səni yollayacam dədəvini. Sən qulağında söz qalmış. Ha, nə oldu? Bax buna. Nəyə? Xavər xanım, yaxşısınız. Nəsə lazımsa gətirim. Bu qara buludlar al başımızın üstüne. Xavər xanım, narahat olmayın. Seyran da oradadır. Hər şey yaxşı olacaq. Xavər. Ne oldu? Xavər. Nədir? Bunu görmüsən, ha? Xavər xanım. Ha Süleyman, ana ağsaqqal. Gələr harda olsa, demişdi gecikəcəm. Yolda deyəsən nəsə problem olub. Kimə demişlər gecikəcək? Bu nə deməkdir? Kefi ilə işləyir hamı. Kim istəyəndə gəlir, kim istəyəndə getmir. Belə iş olar. Ver yeyim, ört yatım. Açı, bir dəqiqə saxlayın işinizi, qulaq asın mən. Eşidin. Bundan sonra mənə fərqi yoxdur, dəxli yoxdur, kimin problemi var, yoxdur. Hamı vaxtın dışında olsa. Daha nəzətdə istəmirəm. Eşitdiniz məni? Oldu müəllim. Aydın mı? Oldu müəllim. Ağzın danışığın bilə, müəllim özünsən. Bir də Bəbir, adamın Allahı var, müəllim.
Atlar ölüb itlərin bayramıdır. Həlli min dənə şey olur, sonra deyirlər ki, niyə narahat olursan? Ay ana, mən hardan bilim belə olacaq? Belə adamların düşmənləri çox olur. Bunu bilməliydiniz. Bu nədir? Ha, Qumru. Bu siz deyilsiniz. Baxın. Hə, bunu kim qoyub internetə? Gördün əlindəki. Bunu sənə niyə verir? Üzr istəyirdi. O səndən niyə üzr istəyirdi? Burada nəsə başqa məsələ var. Tez ol, danış görüm. Xavər xanım gəlmişdi bizə. Bəbir müəllimlə görüşdə olanda o iş görüşündə. Kimsə bizi görüb. Gedib buna deyib, bu da səhv başa düşüb. Gəlmişdi soruşmağa ki, niyə ailəvi yeməyə sən getmisən? Mən də dedim ki, bilməmişəm ona görə. Yəqin bu Bəbir müəllimin nəsə başqa işlərdə olub. O xavər təkcə buna görə bu qapıya gəlməz. Bu hara əmələ gəlir? Bunda hal qalmıyor. Qırıq deyil bu. İndi nə olacaq bəs? Biri qalacaq. Ağlama da, yaxşı sən ağlama. Sən dedin də mən apar göstər ona. Mən dedim ki, apar videonu göstər. Demədim ya, apar telefonu ver əlinə. Neyniyim özü aldı da. Aldı baxan kimdən çırpdı divara iPhone-umu. Bir reaksiyon olsun da, bir hissiyatın olsun. Gördün, çırpır, tut aldı əlindən daha. Göydə tut. Neyniyim mən? Baxan kim attı da. Bəsdir da, başım beynim getdi. Nə qədər zırıldın sən. iPhone-um. İfritə. Necəs? Necə sevirsiniz? Gəl. Yaxşıyam, şükür Allah. Əyləş burada. Burada əyləş. Of. Birəm yaxşı oldu ki, gəldin Qədir. Bilirsən, fikirləşirdim ki, əgər birdən yenə nəsə olsa, mən sənə çox sağ ol deyə bilməyəcəkdim. Belə şeylər fikirləşməyin inşallah bundan sonra heç nə olmazsa. Çox sağ ol. Qədir, çox sağ ol. Əgər sən olmasaydın, indi mən burada olmazdım heç. Mənim yerimə kim olsaydı eləyərdi bu şey. Belə şeylər fikirləşməyin. Yox, elə demə. Əvvəl Seyran, indi deməli. Əsas o deyil. Əsas odur ki, bu yaxşılıqların əvəzinə çıxmaq var, ay Qədir. Estağfurullah müəllim. Yaxşılıq elə bir şeydir ki, yaxşılıq təmənnasız olanda yaxşılıq olur. Ona görə də belə şeylər fikirləşməyin. Siz də bizə az köməklik eləməmisiniz. Ay Qədir. Mənim elədiyim sənin elədiklərinin yanında nədir ki?
Qəbirlə videomuzu gördüm. Mən onsuz da bunu sizə demişdim də. Gül məsələsini deməmişdiniz. Xavər xanım, sizin əriniz? Ana, xahiş edirəm. Baxın Xavər xanım, biz sizlə oturduq, danışdıq, razılaşdıq. O videoda gördükləriniz mənim günahım deyil. Mümkündürsə bunu Bəbir müəllimlə həll eləyin. Bəbirlə danışacağam. Amma bura başqa bir iş üçün gəlmişəm. Baxın, biz sizinlə çox qısa bir müddətdir tanışıq. Amma hər ikimiz bilirik ki, bu tanışlığın bizə ziyandan başqa bir xeyri yoxdur. Kiraya qaldığınızı bilirəm. Sizə bir təklifim var. Doktor, vəziyyət necədir orada? Gələcəm, hə, ən yaxın zamanda gələcəm. Çox sağ ol. Mən güdür edəyəsin. Mən güdürsən? Ha, yox, mən bura tez-tez gəlirəm. Dəqiq. Həmişə gəlirdim, xeyli vaxtı gəlmirəm. Qəşəng mənzərəsi var bura. Mən də işdən vaxt eləyən kimi gəlib dururam burada. Xoşum gəlir. Sən əməlli başlı piknik eləyirsən, İçirsən? Yox, sağ ol. Stəkanım var, ha? Yox, sənin əlindən heç nə içmək olmaz, Sultan. Niyə? Zəhərliyib eləyərsən, niyə nədir? Mən elə alçaq hərəkət eləmərəm. Götür. Həm də tutmaq olmur, bilmək olmur, dostsan, düşmənsən. Baş açmıram səninlə. İnsanam da. Yaxşı söhbətin yanındayam, pis söhbətin qarşısında. Bu zəhərdir, nə kofi? Halis kofedir, ona görə acıdır. Vallahi zəhər kimidir. Bunu nətər içirsən, ay Sultan? Deyirəm axı, həqiqi kofedir. Həqiqət acı olur axı. Bir kofe vermirsən, mütləq söz soxmalısan da. Yekə kişisən, hə? Pis kofedir. Nətər içirsən? Vallahi içə bilmirəm o. Axtar özün bilərsən. Sağ ol, sağ ol. Hə, ay Sultan. Bundan sonra biz artıq səndən dost deyilik. Qardaşıq, qardaş. Siz tək yaxşı olun. Sağ ol, Qədər. Var ol. Bu yaxşılığını heç vaxt unutmayacağım. Hər nə lazımdırsa mən təşkil eləyəcəm. Köçün gedin buradan. Bir dəfəlik.